Salamlar hamıya. Bu günlük English File'dan növbəti dərsimizdəyik. Artıq kitabı yaralamaq üzrəyik. One October evening. Görək bu gün nələrdən danışır. She was going so fast. Mən cəld gedirdim. Because she was in hurry. Çünki o gecikirdi. Baxaq. Burada bizim qısa mətnlərimiz var. Gəlin onları oxuyub tərcümə edək. Sonra çalışmalarını həll edək. Reading. Next day, Cem phoned Hannah and invited her to dinner. Deyir, Cem'i telefon elədi Hannaya, dəvət etdi onu dinlə, yəni yeməyə. He took her, o götürdü a very romantic French restoran, fransız restoranına, and they talked all evening, danışdılar bütün gün. After that, Cem and Hannah iç baxdılar bir-birlərinə every day, hər gün. Every evening, when nə vaxt ki, Hannah finished work. Hannah'nın işi bitti. They meet at 5:30 in coffee. Deyir onlar coffee içlər bar in the High Street'te. They were madly in love. Deyir onlar sevirdilər bir-birlərini. B. Suddenly, qəfildən, a man ran across the road. Oğlan qaçmağa başladı. He was wearing a dark coat, so Hannah didn't see him until it was too late. Deyir, onun geyimi, qara kotu, paltosu Hannah görmədi. Nə vaxt ki, o gecikdi. Also, she tried to stop. Deyir, baxmayaraq o yorğun dayanmışdı. Hit the man, qucaqladı oğlanı. Hannah panik oldu. She didn't, dayanmadı, stop. And she drove, o sürdü to the coffee bara as fast as she could, cəld, soyuqda. But when, deyir, amma nə vaxt ki, she arrived, o çatdı. James wasn't there, James'i görmədi. She phoned him, zəng etdi ona. But his mobile was turned off. Turned off sönülü deməkdir. Turn on isə yanılı. Off, iki off olanda sönülü olur. On olanda yanılı. Yadınızda saxlayın. So she waited for 10 minutes. Deyir, 10 dəqiqə gözlədi. And then went home və getdi evə. Sonra görək nə oldu. Hannah met Cem in the summer of 2000 mən də bizim şagirdlər kimi 2004 dedim. Hannah və Cem yayda 2004-də görüşdü. It was Hannah's 21st birthday. Deyir 21 onun ad günüydü. And she and her friends, deyir, o və onun dostları bence klub getdilər kluba. They wanted that, onlar dans etmək istədilər, amma but they didn't like, onlar xoşlamadılar the music, so mahnını. Hannah went to speak to the DJ. Deyir, Hannah istədi danışsın DJ ilə. This music is awful, mahnı dəhşətlidir. She said, o dedi, called you play something else, başqa mahnı qoya bilərsiniz. The DJ looked at her, DJ baxdı ona and said, dedi, don't worry, narahat olma, I have the perfect song for you, mən daha gözəl mahnı, daha perfect üstün deməkdir, üstün mahnı, gözəl mahnı qoyaram. 2 hours later, deyir 2 saat sonra, a police car arrived, polis çatdı Hannah house, Hannah'nın evinə, a police woman knocked at the door, good evening madam, dedi, good evening madam, qapıya gəlib, she said, are you Hannah Davis? Sannasan, I'd like to speak to you. Danışdı. Can I come in? Mən gələ bilərəm. Sonra one evening in October, deyir, oktyabr idi. Hannah was işdəydi, was at work. And as usual, həmçin she was going to meet James'lə görüşə gedirdi. Yenə 5:30-da it was dark, qaranlıq, it was raining, yağışlıydı. She looked, deyir, o baxdı. At her watch, onun saatına. It was, deməli, saat 5:20 idi. She was going to be able, o gecikirdi. She ran to her car, deyir, o qaçdı maşınına. Deməli, və 5:25-də she was driving, maşınını sürdü along High Street'də. She was going, deyir, o gedirdi very fast, cəld, because she was in a hurry. Çünki o gecikirdi. Axırıncı hissəyə gəldik. 2 minutes later, hissə 2 dəqiqə sonra dedi. The next song is by Coldplay. Növbəti mahnı Coldplay'dir. Scarlet Yellow, məzən getdi sarı və It's for a Beautiful Girl, kim gözəl qız dans etdi orada. Hannah bilirdi ki song
was for her because onun üçündür. She was wearing a yellow, deyir, yellow dress, sarı donuyla dans etti. When Hannah and her friends, onun dostları left the club, terk etti klubu. The DJ was waiting at the door. DJ gözlədi. Qapıda, "Hi, I am Jane. Salam, mən Ceməm." He said to Hannah. O dedi Hannah'ya, "I can see you again." Mən səni yenə görə bilərəm. So Hannah give him phone number. Hannah deyir onun telefon nömrəsini verdi. İndi deyir ki, read the story. Deməli, oxuduq dedik paragrafı. Read story again and answer the question. Suallara cavab verək. When did Hannah meet James? Deyir ki, Hannah ilə yəni görüşdülər. James nə vaxt? Nə vaxt görüşdülər? James burada var. At 5:30. Sonra mətni oxuyub tərcümə edəndən sonra cavab vermək çox asandır. Bəzən oxumadan da cavab vermək olur. Gərək onda söz axtarasan. Why did Hannah go and speak to James in the club? Klub axırıncı hissədə idi. Gördüyünüz kimi deyir ona vaxt danışdı klubda. Dedi ki, "Hey, I am James." Bu hissəni deyir. Sonra why did James play yellow? Yellow. Burada baxın, it's called yellow and it's a beautiful girl who dancing over there. Gördünüz? Bir sözdən də tutub tapmaq olur. Sonra what happened? Nə baş verdi ki, Hannah left the club. Klubu tərk etdilər. O da axırıncı hissədəydi. Biz oxuduq. Gəlin tabaq. Left. Friends they left club. The teacher was waiting on. Nə oldu? Ondan əvvəlki cümləni seçməliyik. Baxın. Song for yellow dress. Sonra when did they go on the first date? Onların ilk date'i buradaydı da 5:30. Sonra when did they go every evening? Onu da biz ilk cümlələrdə oxumuşduq. Onlar hər gün görüşürdülər. Harada? High Street'də, kofe içirdilər. What was the weather like that evening? Onlar hansı havada? Deyəsən snow, qarlı havadaydılar. Sonra why was Hannah driving fast? Hannah nə üçün tələsirdi? She is hurry, çünki o gecikirdi. Why didn't she see the man? Nə üçün o görmədi məni? Çünki man ran erud, qaçmışdı, o cümləni oxudu. Yadımızdadırsa. What did she do after the accident? Bir hadisə baş vermişdi. James'in telefonu sönmüşdü də. Turn off dediyimiz də telefon sönmək. Phone turn off. Was James at the coffee bar? James nə zaman coffee barda idi? Və what happened to horse later? Sonra onu da burada oxuduq. O da Hannah orada həm də işləyirdi, axı o işə gedib oradan gəldiyi üçün. Hannah is at work olacaq. O belə, indi gəlin baxaq bura. Burada so, beləliklə, because, çünki, but, amma, or yaxud deməkdir, although baxmayaraq ki. Gəlin görək hansı gedəcək. She was going very fast. O cəld gedirdi. Because, çünki, she was in a hurry. Çünki o gecikirdi. Amma o gecikirdi onu da çünki səbəbini deyir. Boşluq, she tried to stop. O yorğun dayanmışdı. She hit demədir. Baxmayaraq ki, o yorğun dayanmışdı. O qucaqladı onu. They wanted to dance. Burada tərcümə əsasını seçirik də. Məntiqi uyğunluq deyir. Onlar dans edirdilər. Ondan sonraki söz inkarlıq bildirirsə, burada əsasən but işlədilir. Yəni amma o xoşlamadı musiqini. He was wearing a dark coat. Deyir, o dark qara kot giymişdi. Baxmayaraq ki, yox, burada da inkardı. Hannah didn't see him. Hannah görmədi onu olacaq. Bunu da elədik. Bir çalışmanı edin. İndi keçək bu hissəyə. Çünki baxın, because səbəbini bildirəndə biz because qoyuruq. Ondan sonra but əgər cümlənin ikinci hissəsi inkardırsa but qoyuruq. Yəni biri təsdiq, bir tərəf təsdiq, bir tərəf inkar olmalıdır. Baxmayaraq ki də, məsələn, hadisəni bildirəndə o gəlmişdi, məsələn, nə bilim, o nəsə etmişdi, baxmayaraq ki, mən başqa cür etmişdim. Yəni ki, Azərbaycan dilində fikirləşib tapır.
olmuşduq. Deməli, burada bir make phrases with the verb circle and phrases from circle ki, burada bir-birinə uyğun sözləri seçirik. İşarə etməliyik. Invite dəvət etməkdir, meet görüşməkdir, take götürmək, play oynamaq, run qaçmaq, wait gözləmək, try çalışmaq, be olmaq. In a hurry hansı olacaq? Gecikirdim. Across the road. Runla road qaçmaq olar. Gəlin işarələyək. Sonra on the door, wait on the door olar. Qapıda gözləmək məncə. Invite ilə some dinə məsələn. Görürsüz seçilib onsuz da. Yəni dəvət edib yeməyə. Mətnə uyğun seçirik də. Somebody to restaurant deyir, onu götürdü restorana. Ola bilər. Sonra niyə çəkmədi? Başqa boş qalan nə oldu? Məsələn, play yox. Meet görüşürdülər. Məsələn, meet görüşürdülər. In a coffee bar. Coffee bar da ola bilər. Boş qalan nə oldu? 1, 2, 3. 1, 2, 3. Sonra play oynamaq. Ya da çalan musiqi. Try yorğun olmasına baxmayaraq nəsə elə bir cümlə var idi. O Harry ilə işlənmişdi. Yox. Mən burada bilmirəm səsim kəsildi yoxsa yox. Buranı işlədik heç. Burada bilmirəm səsim dayandı yoxsa yox. Baxın işarələmişəm, izah da eləmişdim. Bilmirəm düşdü ya yox. Deməli try ilə for somebody. Axırıncılarda qalmışdıq da. In a hurry ilə be in a hurry. Çünki burada go, be. Ondan sonra hamısını seçdim. Burada da sözləri səsləndirmək idi. Səsləndirdi. Bilmirəm indi səsimi yazmışım. Again, yenidən all, hamısı all, baxmayaraq arrive, çatmaq, dark, tune, fast, cəhət, play, oynamaq, çalmaq, run, qaçmaq, romantik, wait, gözləmək, madly, əsəbi, panic, later, take, götürmək, sonra, so, baxmaq, talk, danışmaq, dance, bar, along, tag, across qaçmaq da, yəni yanaşı. Bu sözlər mətndən olan sözlərdir. Yazsaz yaxşı olar ki, hər dəfə mətndən belə sözlər yazıb öyrənəcək. Söz artımınız olar və cümlə qurub ingiliscə danışa bilərsiniz. Burada isə bunlar birinci nə edirlər deyəsə onu seçirəm. Birinci görüşürlər, sonra gecikir, qaçır ikinci, sonra gedir maşına, sonra özünə baxıb geyinir və axırda partiya gəlirlər, axırda da nömrəsini verir. İndi baxaq burada deyir ki, polisdən sonraki hissəni yazaq. Polis gəldi, Zedur. Polis deyəsən gözlədi qapıda. Görək hansı hissəydi. Və a policeman knocked at the door yazaq. At the door. Dur qapıdır. Qapıda da ətlə işlənir. Sonra nə deyir ondan sonra baxaq. Can I come in? Belə bir cümlə var yazaq. I come in. Deyir mən gələ bilərəm. Will I am afraid I have. Yaxşı, mən qorxuram I have. Yüz görək. Burada bu hissədən sonra kitabda yoxdur. Biz əslində bunu səsə qulaq asıb yazmalıyıq. İndi mən sizə izah edədiyim ki, səs olmur da. It was a, məsələn, maşınla. Görək, burada yoxdur əslində, sadəcə uyğunlaşdırıb yaza bilərik. Car. Məsələn, bu hissə görək uyğun gəlirmi? It was Şiran to her car. Driving. It was a driving. Maşını sürürdü. Along, yalnız. Sonra everywhere police officer, bir polis məntəqəsinin the town qəsəbəsində. Orada nəsə var idi. Sadəcə bizdə o səs yoxdur, yazamırıq. Did you know you? Deyirsən, bilirsən, is broken. Nə vaxt tərk etdi? O da bizdə yoxdur da. Ona görə yazamırıq. Səsə görə qulaq asaq. Çünki mətndə o hissə yoxdur. İndi baxaq buraya. No, listen, also conservation edək.
Persis suallara cevab verədir. What do you think the policeman is going to say? Deyir, nə vaxt sən nə polis qadın nə vaxt gələcəyini fikirləşirsən. Yəni bu suallar da səslədi cavabları. İstəsəz indi bizdə suallar yoxdur. Biz özümüzə uyğun məsələn nə vaxt polis qadın gələcəyini düşünürük. Hər hansı bir cəza olduqda, yəni hər hansı bir suç işlədikdə və ya nəsə demək üçün gəldiyində məsələn belə cavablar verə bilərsiniz. What do you think the bad news is? Deyir, hansı xəbər fikirləşirsən bəddir? Do you think James is dog? Sən fikirləşsən James yaxşıdır. What do you think? Sən fikirləşsən was driving the car? Kim maşın sürürdü? Why do you think? Nə üçün fikirləşsən police woman istəyir onun maşınını görmək. He see her car. Bunu bir yenidən oxuduq. Again. Bu belə. Gəlin indi keçək workbookuna. Deməli, October evening bu workbookdur. Yəni oktyabr görüşü. Deməli, baxaq burada deyir so, beləliklə because, çünki, but, amma, alsos baxmayaraq ki. Bunlardan birini seçib qoymalıyıq uyğunluğunu. Yəni qrammatikamız budur da. Burada indi görək nə seçirik. Birincidə alsos Jim, baxmayaraq ki, Jim has a lot of money, çox pulluydu. Deməli, baxmayaraq ki, o çox pulluydu. Baxmayaraq ki, isə deməli onun əksinə uyğun bir şey qoyulacaq. Çox pulluydusa, baxmayaraq ki, çox pulludur, amma yaxşı insan deyə bilərik. Baxmayaraq ki, yaxşı insan yox. Çünki baxmayaraq ki, deyirəm, ona görə əks olur. Məsələn, really mean. Çox pis deməkdir, ona görə bu olacaq. Çünki generous, ədalətli, xeyirxah deməkdir. İndi ikiyə baxaq. They wanted, onlar istəyirdilər to play futbol oynasınlar. But was sunny, günəşli və snowing, qarlı. Əlbəttə ki, qarlı olduğu üçün oynayamazlar da. Çünki amma deyir. Amma varsa inkar olur axı. İndi keçək 3-ə. I had great holiday in Egypt. Egypt Misir deməkdir. Böyük tətil, mənim böyük tətilim var Misirdə. Alsos baxmayaraq ki, mən bilirəm ərəb dilini, yoxsa bilmirəm, əlbəttə ki, bilmirəm. Baxmayaraq ki, mən bilmirəm. The hotel was lovely. Otel gözəl, sevimlidir, amma it was a bit, amması varsa çox gözəldir, amma yox. Amma expensive, çox bahalı olacaq. 5. I went on a date with John. Mən istəyirəm date edim Johnla. Baxmayaraq ki, o məni çox sevir, yox, o məni çox sevmir olacaq. Baxmayaraq ki, var axı. B-yə baxırıq indi. Complex music because or so and the correct ending. Deməli, uyğunlaşdırıb seçəcəyik, deyir sonra. I didn't have any breakfast. Deyir, mən breakfast edəmirəm because çünki. Deyir, nə yazıblar? I didn't have. Deməli, mənim vaxtım yoxdur. Bu yazılıb, bunu çıxdıq ki, bilək çaşmayaq. İndi 2-yə. 2-də nə deyir? Maria couldn't find her wallet. Deyir, Maria tapa bilmirdi onun walletini. Tapanmazsa nə olacaq? Görək. Deməli, tapanmadı onun walletini. Çünki the door to my flat was open. Çünki qapıda açıq qalmışdı. Çünki sonra nə deyir? Because ya da so qoyacaq. Because çünki deməkdir so beləliklə. Sonra 3-ə nə qoyuruq? I called the police. Deyir, mən polisə zəng etdim. She canceled her credit card. O kredit deməli iptal etdirdi deyir onun kartlarını. Bu cavab yox. Axırıncı uyğun gəldi. Deyir, I didn't go out with him. Deyir, mən getmədim onunla və o iptal etdirdi mənim kartlarımı. Bu 6-dır. Sonra hansında qalmışdıq? 3-də qalmışdıq. Deyir, mən polisə zəng etdim. She stopped reading it. Yox, bu reading it kitab oxumaq. The book was boring. Kitab dağıtıcı. So, beləliklə deyir, mən stop readingdən dedim kitab oxumağa. Sonra qaldı. Deyir, mən zəng etdim polisə. He called learn Italian. O İtalyanca bilirdi. John joined an evening class. Deyir, John qoşuldu bizim sinifə. I didn't like him. So, beləliklə mən xoşlanmadım onu.
Baxmayaraq ki, mən xoşlamadım. Daha çox uyğun gedir əslində. Sadəcə burada ikisindən birini qoymalıyıq. Look at each groups of sentence, complete each sentence with so, because, beləliklə, çünki, but, amma, or also. Baxmayaraq ki, qoymalıyıq. Linda ran to the station. Linda stadiona qaçırdı. Because, çünki she was very late. O gecikirdi. Linda was very late. Linda gecikirdi. Boşluq. Beləliklə, so, she ran, deməli, beləliklə o stadiona qaçırdı. Sonra boşluq. Linda ran the station. Linda stadiona qaçır. O gecikir və qatarı itirdi. Yəni qaçırtdı, buraxdı. Baxmayaraq ki, qatarı buraxdı olacaq. İndi burada nə deyir? We stay at home Sunday deyir. Biz qaldıq keçən Sunday. Yəni bazar evdə. Çünki hava yağışlıydı. Because olacaq. Baxın birinci deyəndə because olur, səbəbinidir. Amma bunun yerini dəyişib deyəndə artıq so olur. Görürsüz, because ilə işlənən cümlələrdə birinci cümləni axırıncı cümləni qabağa keçirib, qabaqdakı cümləni axıra qoyanda so olur. Baxın, yəni beləliklə. It is raining deyir ki, hava yağışlıydı, so beləliklə we stayed at home. Biz qaldıq evdə. Sonra boşluq we couldn't go out. Deyir, biz gedəmirdik. We had a really good afternoon at home deyir. Biz gedəmədik, hava çox yaxşıydı. Baxmayaraq ki, günorta evdə idik deyir. Üçüncü text deyir, biletlər were really expensive. Həqiqətən bahalı idi. Boşluq. They managed to sell them all in and out deyir. Biz hamısını aldıq. Baxmayaraq ki, amma yox, bax. Onlar hamısını aldılar. Sonra boşluq. The text deyir, biletlər çox bahalı idi. They sold them all in and out. Baxmayaraq ki, onlar hamısını aldı. The concrete was very popular. Çox populyardır. Beləliklə, biletlərin hamısı alındı. Cümlə məntiqinə uyğun qoyduq. 2. Match the phrases. Uyğunlaşdırıb qoyduq. Jim and Hannah meet. Harda görüşdülər? Franchester-da. He played. Bunlar nə edirdilər? Yine klubda oynayırdılar. He asked her der, o dedi ona for her nömrəsini almağı. Sonra he invited her, onu görüşə dəvət etdi. To dinner, yeməyə olar. He took her to, onu deyir götürdü. Hara götürdü? In a club. They saw, onlar baxırdı, icazə evdə bir-birlərinə. They feel istədirdilər. Nə? In love, sevgi. Şimdi baxaq bura. Pronoun, səslən. Take, rain, accident. Date, tarix, panic, fast chair. Full dəhşətli, run, qaçmaq, dark, tünd, bad, pis, dance, play, oynamaq, çalmaq, late. Date, woman, qadın, man, kişi. Baxın, woman, uzun olan qadındır, man, kişi, qısa olan kişidir. Elə yadınızda saxlayın. Və woman və man cəmlənən isimlər, onlar cəmlənəndə bunlara s artırılır, kökündən dəyişir. Yəni A-lar E-yə çevrilir ikisində də. Belə, indi keçək bu səhifəyə. Read as a story, number paragraph is right order. Deməli, bunu oxuyub tərcümə edəcəyik. Burada sözü seçəcəyik. Burada tərcümə, baxaq birinci bura. The noun isimdir. DJ-dir. Klubdur. Dark tündür. Perfect üstündür. Follow. Proper üstündür. Follow etməkdir. Again, yenidən madli əsəbi. Hər, icazə bir-birinə. I am afraid, qorxmaq. İndi suallara cavab vermək üçündür. Why do you think? Nə üçün fikirləşsən? Important to language. Dil öyrənmək vacibdir. Məsələn, deyə bilərik ki, nə üçün dil öyrənmək? Çünki o zaman təhsilin, biliyin artı deyə bilərik. Məsələn, because I prefer education my learn.
Why are you learning English? Necə ingiliscə öyrənmək istəyirsən? Deyək ki, I would like isterdim ki I will be English teacher. İngilis müəllimiyəm. Do you think English is difficult language to learn? İlk çətin sözləri necə öyrənməyi düşünürsən? Would you like to learn Çin dilini xoşlayırsan? Is your language easy for you to learn? Sənin dilin başqa dillərdən nə üçün asandır? Bura baxaq. Can you complete deməli each space with one word. Söz qoymalıyıq. Where did your parents? Deyirsən valideynlərinlə harada yaşayırsan? Sonra he, it, me deyir, mən yeyirəm. He is vegetarian. Mən vegetarianam. Vegetariansansa yemir. Onda burada he doesn't olacaq. İnkar. Sonra deyir, what do you looking at? Baxsan, she is the person. Baxın, burada where did, last summer, keçən yaydan söhbət getsə did qoyuruq. What do you doing? Görürsünüz? Dünən, what did you doing? Düzəldəcəm. İndi what summer, tam what kimdir? Belə olur. Burada isə olmamalı, çünki works varsa, work, yəni ondan danışır, üçüncü şəxsdədir. Bu qədər. Burada da deyir ki, they are poor, they are happy deyir. Baxmayaraq ki, onlar kasıbdır, onlar xoşbəxtdirlər. Mətnə gəlin oxuyaq, tərcümədə qalmasın. Enes experience. My grandmother didn't know anything at first, but when she went to bed that evening, she found that her jewelry, zinət əşyası deməkdir, wasn't in the usual place. Deyir ki, mənim nənəm heç nəyi birinci görmürdü, amma o istəyirdi bed evening jewelry, yəni zinət əşyası. And then she remembered, deyir o xatırlayırdı qızları, the girls, and called, zəng edirdi polisə. They were sympathetic, but I don't think they ever catch girls. Deyir o çox deyirdi, amma qaçırırdı qızları. My grandmother had a nasty experience last week. Deyir ki, mənim nənəm keçən həftə nasty experience, yəni experience təcrübə deməkdir. Nasty də pisdir. Bu mənim nənəm üçün pis təcrübə idi. Həftə sonunda she is 82 years old. Deyir, onun 82 yaşı var idi. And she lives on her own. O yaşayırdı özü. I have always told her to be careful. Deyir, o həmişə danışırdı qayğılı. When she answers the door, suallara cavablar verirdi qapıda. Because you never know who's outside. Kim ki onunla heç vaxt danışmırdı çöldə. What are you doing there? Deyir, nə edirdi o? She shouted, deyir, o qışqırırdı. And the girl said, qız deyirdi. Can I use your toilet please? Mən istifadə edə bilərəm. My grandma said, deyirdi, yes, I didn't worry, narahat olma. Also, she goes upstairs for it. Baxmayaraq ki, qız yaşı aşağı idi. She give the girl in the kitchen. Deyir, o deyir, qızı verdi mətbəxə, glass of water, su verdi qıza. Then the second, o ikinci qız come downstairs, aşağı gəldi. And they left, tərk etdi. My grandma, deyir, mənim nənəm baxmayaraq ki, they looked, baxırdı like nice girls qıza. She invited him, dəvət etdi onu. They looked around the living room, otağa. And then one of them said, dedi, can I have a glass water please? Bir stəkan su verə bilərsiniz. My grandma took the daxil oldu mətbəxə. While they were in the kitchen, she heard often one run upstairs. Deyir, qız qaçır yuxarıya. And she was at home last Sunday. Deyir, keçən bazar, it was about 4-də in the afternoon, günorta. And she heard someone knock at the front door, qapının qarşısındaydı. She opened, deyir, o qapını açdı. İki qız girls about outside, həyətə daxil oldu. Saat 10 və yaxud 11 yaşları olardı. Hello dedi, said
qızlara. Our parents, bizim valideynlər going to buy. Alırlar who's like yours, sizin evinizi. Vay və həyə bu yaxınlarda. Can you have a look at your house? Biz baxa bilərik evə. We want to see what's like. Biz görürük, xoşlayırıq. Belə, bitdi.